Uşaqlar, toxunanın tənliyi. Toxunanın tənliyini keçən dəfə necə öyrəndik? F x0 plus f törəmə x0 vurulsun nə? X çıxılsın nə? X0. Yadınıza düşür? Yəni, indi də deyir ki, x0 bərabərdir 4-də yaz. Onda f x0 hesablayıram. Kök altda 4-dən nə çıxır? 2. Sonra bu birinci addımım. İkinci addımım nə idi? Törəməni tap. Bu da eləyirdi 1 bölü kök altda x. Yerinə 4-ü qoy. 1 bölünsün 4 eləyəcək. Çünki 4-dən 2 çıxır, 2-yə dəyir. Get orada yerinə yaz. Deməli, bu oldu 2 plus törəmənin 4-də 1 x çıx x0. Bu da elədi 4. Və bu mötərizələr açanda 4-də 1 x plus 1 qalır. Nə deyir burada bizə? Deyir, bu nöqtəsində çəkilən toxunan absis oxunu hansı nöqtədə kəsir? Uşaqlar, absis oxunu kəsməsi üçün funksiyalarda hansı əməliyyat baş verirdi? Absis oxunu kəsəndə nə edirdik? B0 deyirdik. Kimə? Y-ə 0 verirdik. Elə deyil, kimi kəsirsə digərinə nə verirdik? 0. Deməli, Y-ə 0 verdin, x-i də tapdın, mənfi 4. Deməli, x-i mənfi 4, Y-i də 0-da kəsir. Anladınız? Danışın. Bəli, anladım. Deməli, yəni nə edirsiniz? Toxunanın tənliyini yazırsınız. Toxunanın tənliyi bir düz xəttdir. Düz xəttə uyğun sənə sual verir. Məsələn, düz xəttə uyğun başqa həndəsi sual verə bilər. Deyər ki, düz xəttin koordinat oxlarından ayırdığı fiqurun sahəsini tap. Belə bir sual verər sizə. Necə eləyəcək? Düz xəttin qrafikini quracağıq. Y-i 1-də kəsirdi. Yazıca salın. B. Yəni, x-ə 0 verəndə 1 olurdu. Y-i də arada, x-i də arada kəsdi, mənfi 4-də. Bunun qrafiki buymuş. Bir bunun koordinat oxlarından ayırdığı bir fiqurun sahəsini tap. Perimetrini tap. Nə bilim, cürbəcür suallar. Onda bu necə olar? S nəyə bərabər olar? Katitlər asili bölünsün nə? 2. Bu da nə eləyər? 2. Anladıq? Toxunanın tənliyinin düsturunu əzbərə bilin.